Qoşulub hamı. Xeyr, müəllim. Müşən başa düşsən print məsələlərini indi. Bəli, müəllimə. Baxın 225-dən. Diqqətli olun. Otuz. Düz davam et. Kim tapsa desin. Müəllimə, mən də 30 tapdım. 30 mu? Əla. Doğru tapa bilsən. Hansına Mən də baxmam ha? 30 225-ə tapdım. doğru. Tamam Səid. Aynur burada. Buradayım müəllim. İşləyə bilsiniz Aynur. Baxıram hək. Tamam izah verəcəm onsuz. Sonra necə işləyirik 225-i? 225 mən burada one side bir üz deyir. Birinci hara baxırdıq Toğrul? Birinci lap yuxarıda Birinci ilk bu var. hissə. Bəli. Vərəqlərə. Birdən 7. Aha. 7 dənə rəqəm, 7 səhifə, Ha, 7 vərəq düz. 7, 8, 9, 9 Ay səhifə, sağ ol. Aha. one side bir üzlü deyil. 9-u Düz. bölüb 1-ə ilə, Düz. 9-u sonra bölüb 2-yə, 9-u 2-yə bölüb 4 onda 5, 5 götürüb, 5-i də vuruq 6-ya 30. Ay sağ ol. Başa düşdün? Bəli. Tamam. Aynur. Bəli, müəllim. Baxın necə demişdim? Deyirdim ki, 1 də daxil olmaqla, 7 də daxil olmaqla saya bilərsiniz. 7 vərəq eləyir. Biri də var, ən sadə yoludur. 7-dən 1-i çıxırsınız, eləyir 6. 6-nın üstünə 1 gəlirsiniz. Elədimi yenə 7 vərəq? Deyirdim ki, 14-ü də tək vahid kimi götürürəm. 7 vərəq 1-7 aralığıdır. 8-ci vərəqim bu 14 eləyir. 9-cu vərəqim də bu 26 eləyir. Yəni ümumilikdə mənim 9 vərəqim oldu. Bu hissəni başa düşdük? Əsas bu hissədir. Bəli. 9 vərəq budur. One side deyəndə bir üzlüdür. 1-ə bölürdük. 9-u böldük 1-ə. 9. Sonra gəlirdim bu axırdakı hissəyə də bölürdüm. Bu 2 yazılana. 9-u 2-yə böldüm. Elədi 4 onda 5. Yuvarlaqlaşdırıb götürürəm 5. 5-i də sonda kopyanın sayına vurmalıyam. Yəni 6-ya. Elədi neçə? 30. Verin Bəli. bilir. Yox, aydındır. Tamam. 226-ya baxın, diqqətli olun.
Tapanda deyək mənliyim. De Amil, onsuz da soruşuram kim desə ki, nətər tapdın. De. 50 tapdım. Tamam. Düzdür, səhv day mənli. Düzdür, düzdür. Bunları bilirsiniz siz. Müəllimə, mən də 50 tapdım. Tamammış. Bu səfər elə bir lap yaxşı başa düşürük hammışı. Bəli, müəllimə. Səidə. Edirəm müəllimə, bir dəqiqə. Tamam. Əlli müəllimə. Düz. Doğru, Aynur. Mən tapa bilmədim. Taparıq doğru, diqqətli olaq. Səhifələr verməyib ya, onu görə nəsə. 40 Birincidə səhifə verib, bax. Şərtə bax. 40 səhifə. görmədim ya. Görmədim. Bildim. İndi işdə. Mən 50 tapdım. Düz. Diqqətli ol həmişə. Aynur. Müəllim, olar mən özüm buradan deyim, baxasınız ki, harda mən səhv edirəm. De. Deyək, məsəl üçün, buradan yuxarıdan verir ki, bu neçədir? Sayını verir, kopya sayını verir, düzdürmü? Sonra biz düşürük aşağı birinci dediniz, nə etməliyik? Print all pages. Ona baxıram, orada bir yüzlüdür, düzdür? Bir dəqiqə. Daha Ümumilikdə, doğrusu tək. Aynur, ümumilikdə neçə vərəqin var? Ha, 40 səhifə. 40 səhifə. Şərtdə də nə Bəli. dedim? Alta baxırdıq. Odd page yazılıbdı. Yəni təkləri. Ay sağ ol, təhləri götürməliyəm. İndi tək neçə vərəqim eləyir? 40-ı böləcək 2-yə, 20-dən götürəcək tək vərəqləri. Ay sağ ol, 20 tək vərəqimin sayıdır. Sonra Sonra bax, bu elə bir üzlüyə aid olan variant idi də, düzdür? bir yüzlü, bəli, print one site yazılıbdı. Deməli, neyniyəcəm 20 vərəqi? 2-yə belə, 1-ə böləcəm, 1-ə. Ay sağ ol, 1-ə böldük. Elədimi 20? Bəli. Sonda Sonra gəlirdim. page per sheet ona gəlirdik. Onu da bölürdük 2-yə. 2-yə neçə elədi? 10. 20. 10, 10. 20-ni 1-ə böldük. 20. 20-ni 2-yə böldük. Onu, bəli. 10. Sonra nə edirəm? Sonra müjə onu vururuq kopya sayına. Ay sağ olun 5-ə. Elədi 50. Müəllimə, biz deyəsən səhv eləmişik. Orada 40-da axı 40-ı 1-ə böləndə 40, 2-yə Ay, böləndə 20, Müjgan, 20-də 40-ı də niyə 40-ı niyə 1-ə bölürsünüz? one side-da axı. Odd page-də axı. Hə, od. Hə, bir Görürsən, dumar 40 fikirləməmişdim. vərəqlə işlədiyin cavab variantı da var orada. 20 vərəqlə işlədiyin də var. Yəni imtahanda Hə, da bildim. belə şey. Bildim, müəllimə, ona fikir verməmişdim heç. Deyirəm axı, əsas bu yerlərə fikir verin. Aha, Şəkilə aldanmayın. Diqqətlə bax gör nə var, nə soruşur. Aydındır? bildim. Bəli, müəllimə, bildim. 227. Hə, bu saydədir. 5-dir də müəllimə burada. Ay sağ ol. Oğlum, nəyə görə orada cavab 5-dir? Nəyə görə mən? Hə, doğru. Əl çəkəsi deyiləm bu səfər. Məncə də əl çəkməyim mən.
Nəyə görə 5 Amma tapırlar. götürdün? Kopya sayı 5 bilən görəm. Başqa Kopyanın sayını current 5 page. götürdün. Current page nə idi? Ay sağ, Current page. current page olanda, yəni cari səhifən. Current-ı gördünüzsə də, deyirdim ki, ancaq kopyanın sayı götürülür. Hə, bildim mən. Bunu gördün, götür kopyanın sayını. Yenə deyirəm, yuxarıda uzun-uzadı şərt verdiyi olubdu ki, nədir hesablayasınız. Şəkilə diqqətli olun. Dönə-dönə deyirəm. Current gördün, kopyanı götürdünüz. Aydındır mənim. 224. Diqqətli olun amma. On ikidir müəllim. Düz davam et. On ikidir müəllimə cavab. Doğrudur. Yuxarıda işlədiyiniz kimidir. Yuxarıdakılar işləyən bunu çətinlik çəkmir. Səidə, Müəllim, burada bəli, Mən eləyə Aynur. bilmirəm. 2 dəqiqə. Səidə. Deməli, burada option alınır 11 səhifə, düzdür? Burada tək səhifələri istəyir də, one side. Niyə? Harda dedi tək səhifələr Səidə? OneSite bir üzdüdür. Burada aşağı Ay, yazılıbdı, old page zat. Yox, başa düşdüm. Bir dəqiqə mənə. Tamam. Buyur Aynur. Mən də 12. 12'dir. Doğrudur, doğru. Müəllim, burada biz 12-dən 2 çıxırıq, qalır 10, üstünə 1 gəlirik 11. Ay Sonra sağ. gəlirik üstünə 18-i oldu 12. Sonra 31-dən 21-i çıxırıq, 10, üstünə 1 gəlirik 11. Düz. Aha, 11, значит 11 bir. Neçə elədi? 22. 23. Oy, 23. Okay. Sonra biz onu gətiririk, bölürük burada, hə, 6-ya bölməliyik 23-ü. Ay sağ. Birinci 1'ə böldük elə OneSite'a. Hə, bəli. Aha. Sonra 6'ya böldük, sonra da kopyaya vurulur. 6'ya böləndə 3 tam nə qədər? 4 götürürük. Bəli. 4 3'ə Anladım. 12. Aha, anladım. Hı. Səidə bildik səhvimizi. Bildim müəllimə, bildim, tapdım cavab. Tamam. 28. On səkkiz. Düz devam et. Mən də 18 aldım. Aferin Mişa. Mən də tapdım müəllimə. Düzdür. Doğru. Tapınmadım mən mənim.
Niyə doğru? Bu Sayda. entry başa düşmədim. Entry neçə tək idi, cütüydü onu bilmədim. Entry-nin ora daxili yoxdur. Print all page-dir. Mən entry deyə bir şey demədim, amma eləcə dedim ki, odd, bir də even yazılsa fikir verin. Print all page. Ümumi vərəqlərin sayı neçədir? Səhifələrin Bəli, 20, 20, 20. Sonra bildiyin qaydadır. 20-ni bölük 4-ə 5. Niyə 4-ə böldük, Toru? Bayaqlar bir dəfə təkrar işlədim bunları. Both Bir sides. dəqiqə. Hə, boss 2-yə bölürük onda. Ay 20 sağ ol. bölük 2 10. Onu 4-də 2 onda 5, 3. 3 daha da 6, 18. 8. Burada bir dənə even odd yazılmağından fikir ver. Qalan heç bir şeyə. Hə, başa düşdüm. Əsas Aydın. vərəqlərin sayını soruşur ümumilikdə. Aydındır? Bəli. Tamam. Başa düşdük Aynur. Bəli, müəllim. 29-a da bax. On dörd müəllimə. Göstərmir axı neçə səhifədir. Göstərir. Vərəqlərin sayına bax Səidə. Yəni şərtdə demir axı nə qədər vərəq var. Şərtdə demir, şəklin özündə göstərir. Bayaqlarım 14-dür eləsi var idi. müəllimə. Qırdınız. Doğrudur, Mürşan. Səidə, bayaqlarım eləsi var idi, səhifəni göstərmirdi. Misal üçün bunun kimi şərtdə vermir. Necə Anladım. tapırdın? Vərəqlərin sayına baxırdıq. Bəli. Doğrudur. Bax, vərəqlərin sayına. Yoxla, tapanmasaz deyin. İstəyirəm özünüz cəhd edəsiniz. Özünüz Bir 14. işləmək daha yadda qalır. Ay, başa düşdün? Diqqətli olaq. Amil tapa bilirsiniz? Mən də 14 tapdım. Doğrudur, doğru. 230. Kim tapanmadı bu 229-u? Lap yaxşı. 230. Dörd eləyir müəllimə. Diqqətli olmuşam. 8 müəllimə. 8. 8 mənim. Hə, bildim müəllimə, bildim. 16-ya bölüb 2 götdün, eləmişsən? Yox, 16-ya bölüb 1 bir götür. Yəni 12 götürmüşdüm. eləmir. Bir götürmüşəm. Burada 3 Bir səhifə tam eləyir. olmalıdır. 4, 12. Necə, Tuncay? Orada 16 səhifə deyil, aşağıda 3 səhifə olur da. Niyə 3 səhifə olur? 30-u 16-ya böləndə neçə edir? 1 tam nə qədər? 2 götürürük. Hə, mən ilə hesablayıram. Yəni 15-15 arasında yerləşirsə 30. Yo, yo. Tuncay, Hə. burada demir axı odd even. Yo, onu demirəm. Səhifəyə yerləşmə sayını deyirəm. Onu bilirəm, hamısını deyir, Yo. amma Ümumiyyətcə qəti elə götürməyin. Niyə onda qarxasınız siz? hə. Bölməyin tək cüt, elə götürməyin. Onu ancaq veriləndə. Verilmədisə də dediyim qayda ilə işləyin. Mhm. Görürsünüz, hələ siz tamam fərqli variant alırsınız. Kimə qaranlıq qaldı print məsələləri? Desin, üstündən bir də keçin. Başa düşdü hamı dəqiq. Tamam.
İndi baxırıq Word-ün arxasına. Yuxarıda olanlar yadınızda qalsın Word-da. Misal üçün Home-dur, Insert-dür, Design-dır, Layout-dur, References-dir, Mailings-dir, Review, View. Bunlar tablardır. Biri var tablar, biri var lent qrupları, biri də var əmrlər. Tablar bu saydıqlarımdır, yuxarıda olanlar. Lent qrupları, misal üçün Home lent tabında clipboard, font, paragraf, stils, bir də ki editing. Bunlar lent qruplarıdır. Amma bunun içərisində olanlar, bunlar əmrlərdir. Lent tabları, lent qrupları, içərisində olanlar da nə oldu? Əmrlər. İndi diqqətli olursunuz. Başlayırıq Home lent tabından. Home lent tabına başlamamışdan qabaq bir nəfərdən sual cavab edək. Tuncay, Bəli, müəllim. Tuncay, Word nə üçün nəzərdə tutulubdu? Mətn prosesorunda Sadə mətnlər hazırlayıram, yoxsa mürəkkəb? hər ikisini. Hər ikisini. Susmaya görə olan faylın adı nədir? Dokument 1. Dokument 1 harda yerləşdi? Başlıq sətrinin ortasında. Aha. Word-ün əsas struktur elementi Simvol. simvoldur. Dokument 1-in genişlənməsi, docx. şablonu, .x. Quick Access Toolbar, yəni cəld müraciətlər paneli harda yerləşir? Başlıq sətrin solunda. Solunda. Close-un klaviatura qarşılığı. Ctrl F4. Nə üçün nəzərdə tutulubdu close? Pəncərəni bağlamaq üçün. Tarix sənədimi bağlamaq üçün. Hə. Bu 3 dənə düymənin üçünün ümumilikdə funksiyası nədir? Ayrı-ayrılıqda demirəm. Ümumilikdə pəncərəni idarə etməsidir də. Ay, son pəncərəni idarə edən düymələrdir. Bu nə iş görür bu çıxaq? Bükür taskbara. Nəyi bükür? Yəni sənədi. Pəncərəni Ha, bükür taskbara. pəncərəni bükür taskbara, yəni tapşırıqlar panelinə. Word-ün zoom-u nə qədərdir? Durursan, 10-500 aralığı. tutmaya görə 100. 100. Vəziyyət sətrində və yaxud da ki, susmaya görə neçə görünüş rejimi var Word-ün? 3. Hansı vardı? Read mode, web layout, bir də print layout. Doğrudur. Read mode-da neçə xəttkeş görsənir? Xəttkeş yoxdur. Web layout-da Web layoutda bir dənə üfüqi, üfüqi, print layout-da 2 dənə, həm üfüqi, həm şaquli. doğrudur. Dedik ki, bu cəld müraciət paneli başlıq sətrinin yuxarı sol küncüdür. Bu menyu zolağından da aşağıda yerləşə bildimi? Bəli, bilər. Below the ribbon. Below the ribbon, doğrudur. Bəs mən buradan gətirib başqa əmrlər bərkitmək istəyirəm. Nədən istifadə edirəm? More commands. Aha, more commandsdan, doğrudur. Printin klaviatura qarşılığı. Ctrl P. Ctrl P. Maksimum neçə vərəq çap etmək olar? 16 vərəq. 16 vərəq çap etmək olar. Save-as-da hansı dəyişiklikləri edib save-də yadda saxlaya bilərəm? Save as-də faylın tipini, avtoru, təqi, faylın adını və yerləşməsi. Tipini, bir də parolunu. Bir də Tools'dan parol. gələn options. Save as. Save-as-in klaviatura qarşılığı F12. F12. Fayla bir save-as-dan parol qoya bildim. Bir də hardan? Infoda. Infodan. Save-in klaviatura qarşılığı nədir? Ctrl S. Ctrl S-dir. Təklif, irad, məsləhət, tövsiyəni bildirmək üçün hansı əmr oldu? Feedback. Feedback. Bu feedbackdir, save-as'dir, save-dir. Bunlar nəyin içərisində yerləşir bu əmrlər?
Nəyin içərisində? Bəli. Faylın içində. Fail menyusunun içərisindədir hər biri. Doğrudur. Bəs kompüterlə bağlı sazlama işləri hansı əmrdir? Options. Options əmridir. Doğrudur. Baxırıq Home Link tabına. Diqqətli olaq, yenə sual verəcəm. Home Link tabında var Clipboard lent qrupu. Clipboard'ın özü mübadilə buferi deməkdir. Mübadilə buferi. Sual verər, deyər ki, mübadilə buferində neçə element olur maksimum? Mübadilə buferi 24 element tutur. Yəni kəsilən, kopyalanan elementlər, fraqmentlər daha doğrusu yapışdırılır mübadilə buferinə. Neçə element tutdu desə 24 elementdir. Və yaxud da sual verir, deyir ki, kəsilən, kopyalanan elementlər hara yapışdırılır və yaxud da ki, hara köçürülür? Götürəcəyik ki, Clipboard lent qrupuna kəsilən və yaxud da ki, kopyalanan elementlər köçürüldü və yaxud da yapışdırıldı hara? Mübadilə buferinə. Paste yapışdırmaq üçün nəzərdə tutulur. Yəni kəsdiyim, kopyaladığım elementləri yapışdırmaq üçün nəzərdə tutulubdur. Paste'in klaviatura qarşılığını deyər Ctrl-V düyməsidir. Paste'in klaviatura qarşılığı nə oldu? Ctrl-V. Biri də var cut əmri. Cut nə iş görür? Kəsmək üçün nəzərdə tutulubdur. Elə qayçı işarəsini görsək, bilək ki, kəsmək üçün nəzərdə tutulan əmrdir. Klaviatura qarşılığı da Ctrl-X. Ctrl-X. Nəyin klaviatura qarşılığı oldu? Cut'ın. Daha sonra var copy əmri. Copy kopyalamaqdır, yəni nüsxəsini çıxarmaq. Klaviatura qarşılığı Ctrl-C-dir. Ctrl-C. Biri də var format paint-ə. Yəni mətnin formatını başqa fraqmentə köçürmək üçün nəzərdə tutulubdur. Süpürgə işarəsini görəndə bilin ki, mətnin formatını köçürür. Deyər ki, klaviatura qarşılığı nədir? Bir də yadınızda qalsın ki, format paint əmrindən istifadə edən zaman mübadilə buferindən istifadə olunmur. Format paint-dən istifadə edən zaman mübadilə buferindən istifadə olunmur. Format paint-nin klaviatura qarşılığını deyəndə Ctrl-Shift-C-dir. Nətər yadınızda saxlayın. Ctrl-C nə üçün nəzərdə tutulmuşdu? Kopyalamaq. Bir dənə də Shift-i artırasınız. Ctrl-Shift-C. Format paint-nin klaviatura qarşılığıdır. Daha sonra Ctrl-Shift-C-ni verməz. Ctrl-Shift-V-ni verər. Ctrl-V nə iş görürdü? Yapışdırmaq. Burada Shift-i yenə artırırıq. Deməli, format paint-nin 2 dənə klaviatura qarşılığı var. Ctrl-Shift-C, Ctrl-Shift-V. Bu əmrlərin hər biri Clipboard mübadilə buferindədir və yaxud da ki, Clipboard lent qrupunda. Şəkli beləcə kəsir verir. Deyir, hansı lent qrupuna aiddir? Deyəcək ki, Clipboard lent qrupuna aiddir. Sual verər, hansı lent tabında yerləşir bu əmrlər? Deyəcək ki, Home lent tabında yerləşdi. Daha sonra digər bir lent qrupu font. Font yazı ilə bağlı olan lent qrupudur. Görürsünüz ki, şrifti böyütməkdir, kiçiltməkdir, yazını qalınlaşdırmaq, kursivdir. Bunların hər biri font lent qrupunda olur. Sual verər, deyər ki, Word-də şriftin ölçüsü nə qədərdir? Yazıda şriftin ölçüsü. Susmaya görə 11-dir. Yəni işləyəndə 11 ilə işləyirsən, buradan özün dəyişə bilirsən. Və yaxud da ki, hansından istifadə kalibridir. Kalibrini də buradan dəyişib, ürəyim istədiyini qoya bilirəm. Ümumilikdə sual versə ki, yəni susmaya görə şriftin ölçüsü nə qədərdir? Oldu 11.
Bəs minimum, maksimum aralığı 8-72-dir. Bu A-lar nə iş görür? Şrifti böyütmək, bir də kiçiltmək üçün nəzərdə tutulubdur. Şrifti böyüdür, şrifti kiçildir. Daha sonra belə böyük A, bir də ki, kiçik A var. Nə üçün nəzərdə tutulmuşdu bu? Registri dəyişmək üçün nəzərdə tutulubdur. Registri dəyişir. Registri dəyişməyin klaviatura qarşılığı nədir? Shift F3 düyməsidir. Registr deyəndə nə anlama gəlir? Misal üçün, bunun içərisində əmrlər var və bu əmrlər imtahanınıza düşür. Deyir ki, bunlardan hansılar registri dəyişmək üçün nəzərdə tutulmayıbdır? Ona görə mütləq bu 5 dənəni əzbər bilməliyik. Burada var sentence case. Yazıda necə forma yazılmalıdırsa da, sentence case o deməkdir. Baxırıq lower case. Lower case-də hər biri kiçik hərflə yazılıbdır. Bu əmri vurduğum zaman seçdiyim mətin kiçik hərflə yazılır, hər biri. Daha sonra var uppercase. Uppercase-də görürük ki, bütün hərflər böyüklə yazılıbdır. Seçdiyim mətndə olan hərflərin hər biri böyüklə yazılır. Bunlar registri dəyişmək üçün nəzərdə tutulanlardır. Birdən görürsünüz ki, hər hansı bir söz verir, hər bir hərfi böyüklə yazılıbdır. Deyir ki, bu registri dəyişməkdə hansı əmrə aiddir? Bunları verir sizə. Gördün ki, hər biri böyüklə yazılıbdır. Deməli, uppercase-ə aiddir. Daha sonra sözlərin hər birinin ancaq baş hərflərini böyüklə verir bu formada. Baş hərfləri. Deyər ki, registri dəyişməkdə hansına aiddir? Deyəcək ki, kapitalist iç word-ə. Görürsünüz, sözlərin ilk hərfi böyüklə yazılıbdır. Deməli, registri dəyişməkdə hansı əmrə aid oldu? Kapitalist iç word-ə. Daha sonra var toggle case. Kiçik böyüklə, böyük kiçiklə yazmaq üçündür. Yəni, ilk hərf kiçiklə yazılır, digər hərflər böyüklə göstərilir. Bu formada sizə hər hansı bir söz verdi və yaxud da ki, cümlə verdi. Dedi ki, registri dəyişməkdə hansına aiddir? Toggle case-ə. Ona görə 5 dənə registri dəyişməyə aid olan sentence case, lower case, uppercase, kapitalist iç word, bir də ki, toggle case. Bu 5-inin adını əzbər bilək. Registri dəyişməyin klaviatura qarşılığı nə oldu? Shift F3 düyməsi. Daha sonra var bu pozan işarəsi. Bu pozan işarəsi mətnin formatını silmək üçün nəzərdə tutulubdur. Yəni, bayaqlarım qalın göstərilirdisə də, indi necə var, o tipdə olur. Ancaq mətnin formatını silir. Yəni, sözü cümləni silmir. Formatını, verdiyin dəyişikliyi silmək üçün nəzərdə tutulubdur. Deyər ki, yazını qalınlaşdırmaq hansı əmrdir? Deyəcəm ki, bold, B hərfidir. Klaviatura qarşılığı Ctrl-B-dir. Ctrl-B. Yazını qalın yazmaq üçün. Bold. Klaviatura qarşılığı Ctrl-B. Daha sonra var italic. Kursiv yazır yazını, yəni köndələn formada. Klaviatura qarşılığı Ctrl-I-dir. Daha sonra var U altdan xətt, yəni underline. Seçilmiş sözün altından xətt çəkir. Klaviatura qarşılığı Ctrl-U-dur. Bunlarda Ctrl-landır, qalan hərflər də baş hərfləridir. Bold, italic, underline. Daha sonra AB üstündən xətt, seçilmiş sözün üstündən xətt çəkir. X aşağıda 2 yazılır, bir də yuxarıda 2. Yadda qalsın ki, aşağıda 2 indeks deməkdir. İndeks aşağıda yazılır. Yuxarıda yazılan da sadəcə qüvvət. Belə A işarəsi var. Mətnimə müxtəlif effektlər vermək üçün nəzərdə tutulubdur. Mətnə
müxtəlif effektlər vermək üçün nəzərdə tutulubdur bu A. Göyrəkdə olan. Daha sonra var belə qələm işarəsi. Bir növ markerləməkdir. Yəni, mətn fraqmentində bu hissədə vacib olan hissələri markerləyirəm. Necə ki, hər hansı bir şeyi oxuyanda qeyd edirik, belə işarələyirik. Bir növ odur. Vacib məqamları markerləmək, qeyd etmək üçün nəzərdə tutuldu bu qələm işarəsi. Daha sonra var, bu A altdan belə qırmızı verir. Mətnin şriftinə müxtəlif rənglər verir. Ancaq mətnin şriftinə müxtəlif rənglər vermək üçün nəzərdə tutulubdur bu A. Bunların hər biri yazı ilə bağlı olan əmrlərdir deyə font lent qrupundadır. Font şəkli verdi. Dedi hansı lent qrupunda yerləşir? Deyəcəm ki, font. Desə hansı lent tabındadır? Home lent tabında. Daha sonra var paragraf lent qrupu. Paragraf lent qrupunun özü abzasla bağlı olan lent qrupudur. Sual verər, deyər ki, nömrələnmənin neçə cür növü var? Abzasların nömrələnməsinin 3 cür növü var. Biri var markerlənmiş. Bu hissədə markerdən istifadə olunur. Biri var nömrələnmiş, alt-alta rəqəmlər nömrələnmiş deməkdir. Belə nömrələnmiş şəkildədir. Biri də var, həm rəqəmdir, həm hərfdir. Bu da çox səviyyəlidir. Həmişə deyirəm, qanun kitablarındakı maddələr bu tipdə göstərilir. Nömrələnmənin neçə cür növü oldu? Markerlənmiş, nömrələnmiş, bir də ki, çox səviyyəli. Hansı lent qrupunda oldu? Paragraf lent qrupunda. Daha sonra var belə ox işarələri. Sağ-sol boşluğu artırıb azaltmaq üçün nəzərdə tutulur. Sağ-sol boşluğu artırıb azaltmaq üçün nəzərdə tutuldu. Daha sonra var A-dan Z-yə. A-dan Z-yə nə deməkdir? Yəni, sort, çeşidləmək. Mətni əlifba sırasından çeşidləyirsən və yaxud da ki, əksinə. Bu tipdə də düşür. Deyir mətni əlifba sırasından və yaxud da ki, əksinə çeşidləmək üçün nəzərdə tutulan əmr hansıdır? A-dan Z-yə gördünüzsə də deməli çeşidləyir, sort. Deyir ki, çap zamanı görünməyən simvolları göstərir, gizlədir. Hansı əmrdir? Bu pi-dir. Çap zamanı görünməyən simvolları göstərib gizlətmək üçün nəzərdə tutulubdur. Mətni düzləndirir sağa, sola, mərkəzə, hər iki tərəfə. Deyər ki, mətni soldan düzləndirmək, şəkil də beləcə verər. Bunlardan hansıdır? Baxıram ki, sol hissə dübbələm düzdür. Yəni, çıxıntı yoxdur belə. Deməli, bu soldan düzləndirmədir, yəni left. Soldan düzləndirmənin klaviatura qarşılığı Ctrl-L düyməsidir. Ctrl-L, soldan düzləndirir. Daha sonra var sağdan düzləndirmə. Baxıram ki, bu tərəf sağ hissə. Dübbələm düzdür. Deməli, sağdan düzləndirmədir. Klaviatura qarşılığı Ctrl-R-dır. Right, Ctrl-R, baş hərflər, yadda qalandır. Daha sonra var mərkəzdən düzləndirmə. Bu orta hissə düzdür, deməli, mərkəzdən düzləndirmədir. Klaviatura qarşılığı Ctrl-Y. Senterdir, amma klaviatura qarşılığı Ctrl-Y. Biri də var, hər iki tərəfdən düzləndirmə. Həm sağdan, həm soldan. Görürük ki, baxın, heç bir çıxıntısı yoxdur. Deməli, hər iki tərəfdən düzləndirmədir, justifi.